məsələn. Buyurun. Mən burada yəni istəmirəm ki, nəsə açıqlama verim və ya hər hansı bir məlumat getsin. Biz bir dövlətin vətəndaşıyıq. Hər halda mən də burada gəlmişəm, şəffaf şəkildə işləyirəm və bunu heç kəsə izah etmək ehtiyacında deyil. Hər kəs görür, hər kəs bilir. Nə qədər bölgdən açsalar da bu əsaslı bir şey deyil. Varsa kiminsə sübutu lap yaxşı təqdim eləsin, biz də tədbirini görək. Xoşqədəm xanım, olar sizə, mən sizin mövqeyinizi bilirəm ya artıq. Yəni siz A hərfi deyəndə mən bilirəm siz nədən danışırsınız. Sizin fəaliyyətinizin şəffaflığına mən şübhə ilə yanaşmıram. Sizin tək özünüzün fəaliyyətindən danışıram ha. Mən digər o təyin olunan əməkdaşların şəffaflığına isə doğrudan da şübhə ilə yanaşıram. Niyə? Əgər bir müəllim gəlib bir rəhbərə bildirir ki, sizin yerli belə deyək, şöbənizdə olan rəhbər təyin etdiyiniz şəxs. Ay məsələn, mən sizi başa düşdüm. Bir dəqiqə qulaq asın, mən sizə bir şey deyim də. Fakt olaraq bu adam işə gəlməyən adamdır. Siz onu bilirsinizmi? Orta ixtisas təhsili müəllimlər kollecdə dərs deməməlidir. Amma bu gəlib kollecdə dərs keçir. Olmamalıdır. Qanunsuz bir iş görüblər. Başa düşürsünüz məsələ nədir? Hər şeydə demək olmur. Mənə elə gəlir nazirin yəqin ki, fərmanı sizin qeydiyyatınızdadır da. Nazir sərəncam verib ki, hətta diplomu saxta olmuş, illərlə müəllim işləmiş şəxslərin diplomuna toxunula bilməz. Yox, söhbət ondan getmir. Yox, elə deyil. Bu qayda qanun var ki, o kollec məsələn... Bəs orta təhsilli Sevdə xanımı necə vəzifəyə təyin eləmisiniz? O olar. Konsertin bax görürsünüz siz bilmirsiniz. Nə bilmirəm, mən qanunda baxıram, qanun deyir ki, qadağan edir. Yox, siz qulaq asın mənə. Siz bilmirsiniz, mən bilmirəm. Konsertmeyster ola bilir. Konsertmeysterə ali təhsil tələbi yoxdur. Orta ixtisas ola bilir, konsertmeyster sayılır, o düzdür. Amma elə məsələn bu adam fortepianodur da. Fortepiano əgər ki diplomunda konsertmeyster yazılmırsa, bu adam işləməməlidir. O məktəblərdə işləyə bilər də, musiqi məktəblərində işləyə bilər. O məktəb musiqi məktəbi olubdur da, sonradan kollecə çevrilib. Yox, bu kollec deyil. Siz bilmirsiniz, görürsünüz, işi bilmirsiniz. Köhnə musiqi məktəbinin binasıdır da ora. Yox, bina kollecdir, məktəb deyil. Bura kollecdir. Məktəbdən bir mərtəbə yüksəkdir də, subbakalavr gedir. Və bu subbakalavra dərs deyil, amma dərsə də gəlmir. Başa düşürsünüz? Siz onu araşdırın. Dərsə gəlmirsə, bunun daxili nizamnaməsi var. Daxili nizamnamə ilə müqaviləni pozursa... Bu adamın da davası odur ki, mən dərsə gəlmirəm, niyə məni yola vermirlər? Başa düşdünüz? Bu adam dərsə ümumiyyət açılandan gəlmir. Siz onu tanımırsınız. Mən Siyavuş müəllimə də izah elədim ki, Siyavuş müəllim, bu adam narkoz altında bu adamdan mən müsahibəni götürmüşəm artıq. Siz onu bir araşdırırsınız ki, onun nə yatıbdı o xəstəxanada? Bilirsiniz onu nə? Mən onun xəstəxanada babası ilə qan açılma ilə yattığını da bilirəm. O belə psixozun birinci günü zəhərlənmə, dərman içməklə bağlı qəbul olunsa da, qeyri günləri həkim özü mənə orada bildirdi ki, babası ilə qan açıldığı üçün saxlamaq məcburiyyətində qalıblar. Amma qulaq asırsınız, mən bir söz deyim də. Ümumiyyətcə bir çox müstəntiqlər xəstəni çalışırlar, belə deyək, narkoz altında ifadəsini alsınlar. Niyə? Narkoz altında olan xəstə heç bir zaman yalan danışa bilmir. Çünki ona nə sual verilirsə, o adamın beynində ya içində nə varsa açır tökür. Və mən də... Narkozda deyil də, narkozdaydı. Mənim yanımda verilib narkoz. Ay müəllim, narkozu niyə veriblər ona? Deyirəm ki, and ol Allaha, qulaq asın. Yox, bir qulaq asın. Düz deyir də, nervozdur da. Mən nə deyirəm? Mən deyirəm, səhv deyil. Müəllim, necə işləyirlər o nervoz? Nervoz ağır xəstəlik demək deyil. Baxın, isterik nervoz, məndə də var isterik nervoz. Bu o deməkdir ki, mən cəmiyyət arasına çıxmam. Dəli deyil bu adam. Sonra sadəcə tez qızıqlanma prosesi var. Müəllimə, məni dinləyəsizsə, mən sizə bir epizodları deyim necədir. Ondan sonra rahat şəkildə mən sizi dinləyim də. Mən qorxurum dayanacaq, mən danışa bilməyəcəm, ona görə mən yığım sizi istəyirsiniz. Zəhmət olmasa hər yox.